Yeni yasamalda 5 otaqlı Leningrad layihəli mənzil təcili olaraq satışa çıxarılıbdır. Barterdə mümkündür. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda Qismət Şahlıq Sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 110 kvadrat olan, qanuni 5 otaqlı, tam təmirli, sənədi kupçu olan bir mənzildir ki, satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mənzil əşyalı olaraq satılır, mənzili barter etmək də mümkündür. 3 otaqlı, yeni tikili binalarda olan mənzillərlə. Mənzilin qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin sonuncu dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şahlıq Sarayının yaxınlığında, 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində, ümumi sahəsi 110 kvadrat olan qanuni 5 otaqlı mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Mənzil əşyaları ilə birlikdə satılır. Mənzili barter etmək də mümkündür. Barter etmək şərti ondan ibarətdir ki, yeni tikili binada qanuni 3 otaqlı təmirli mənzil olmalıdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağını və bu binada qaz, su, işıq daimidir. Mənzilin sənədi kupçadır, ipotekaya yararlıdır. Yerləşdiyi ərazini də bildirdim. Qiyməti 225.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.